Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda iri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Nazirliyin Aran Regional Mərkəzinin rəisi polkovnik leytenant Ramin Orucov, Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, icra hakimiyyətinin mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, rayon Fövqəladə Hallar Komissiyası, mülki müdafiə idarəetmə orqanı və dəstələrinin ehtimal olunan fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Tədbirdə əvvəlcə şərti fövqəladə hal zamanı əhalinin köçürülməsi üçün hazırlanmış çadır şəhərciyinə baş çəkilib, mülki müdafiə dəstələrinə sıra baxışı keçirildikdən sonra təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Aran Regional Mərkəzinin rəisi Ramin Orucov, fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti iri miqyaslı fövqəladə hadisələr zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, yanğın söndürmə, xilas etmə və digər təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilib. Qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Nazirliyin Aran Regional Mərkəzinin və rayonun aidiyyatı qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyəti və 64 ədəd texnikası cəlb edilib. Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyatı üzrə tapşırıqlar verilib.